Ya Allah, Bismillahirrahmanirrahim. Assalamu aleyküm, əziz mömin bacı və qardaşlar, hörmətli izləyicilər. Ruzi genişliyini təmin etmək üçün bugün sizlə dua paylaşacağım. Nə deyilir burada? Diqqət edəyin. Əgər dilərsən ruzi darlığından qurtarıb fəraha qovuşarsan. Böyük həvas alimləri rəvayət edir ki, çərşənbə günü qüsul alıb, təmiz və tənha bir yerdə oturub, 7 dəfə istiğfar-ı şərif oxu. İstiğfar-ı şərif nədir? İndi yazı ilə datdan veriləcək. Yazın götürün. Əstəğfirullahul əzim, əlləzi la iləhə illə huvəl həyyül qəyyum və ətubi ilik. Bunu 7 dəfə oxuyursan. Altdan da yazılı verilir. 7 dəfə salavat-ı şərif oxuyub, təmiz bir qab oxuyursan bunları. Salavat-ı şərif nədir? Allahümmə salli alə seyyidinə Muhammedin nəbiyyil ümmiyyil və alə əlihi tahirin. Bunu da at yazı olaraq verdik ki, oxuya biləsiniz. Səhv olmayaq. Bir qaba fərqi yoxdur. Kasa olmasın, yəni cam olsun da. Bir dənə şüşə qaba qoyursunuz qabağınıza, qarşınıza. İçinə Qariyə surəsini yazmaq yerləşsin, yəni. Qariyə surəsi onun içinə yerləşsin. Həmən onun 7 dəfə istiğfar, 7 dəfə salavat-ı şərif oxuyandan sonra Qariyyət surəsini yazırsınız. Əl-Qariyyət, Məl-Qariyyət və Mədrakə Məl-Qariyyət, döyəcləyən hadisə surəsi. Pərşənbə günü olunca üzərinə su töküb yazını poz və o gün hər susadıqca bu sudan iç. Cənab-ı Allahın rəhmət qapıları açılıb bərəkətlərinə qərq olarsan. Haqq Təala heç ummadığın, yəni gözləmədiyin yerdən ruzilər ehsan edər sənə. Yəni, üçüncü gün, təmiz, tənhada, tək olursan evdə. Üçüncü gün, bir qab qoysan qarşıva, o qabın içinə 7 dəfə, deməli, nə idi? İstiğfar-ı şərif, 7 dəfə salavat-ı şərif oxudun. Ondan sonra başlayırsan, zəfəran və gül suyu ilə o qabın içinə yazırsan Qariyyət surəsini. Yazdın, qoydun bir kənara qaldı. 4-cü gün durdun yuxudan, qəşəng təmiz su tökdün onun içinə, o yazını pozdun o suyla. Sustadıqca onun suyundan içirsən 4-cü gün. Vəssalam. Səbəb Allahdan. Allah səbəb salsın, inşallah əziyyətiniz yerdə qalmasın. Bir daha belə də tutun, deməli, skrin eləyib götürə biləsiniz qaydasını. Unutmayasınız. Sağ olun, Allah səbəb salsın, xeyrin görün inşallah. Allah əmanət olun.